Rəsul Türkdən çox danışmışam. Rəsul Türk Azərbaycanlıdır. Olub dünyasını dəyişib. Mən əvvəl danışırdım, oradan-buradan eşitdiyimi. Mənə dostlardan biri onun barədə kitab hədiyyə elədi. Allah kömək olsun, onun barədə mütaliə elədim. Rəsul Türk necə hidayət olub? Deyir ki, günahla hər iş deyir, əlindən gələr, günah mənada onu eləyirdi. Məsələn, bir şəhərdə, məhəllədə günahkar deyəndə kim adamın ağlına gələr? Bunların hamısını eləyirdi. Günahla tanınan adam idi. Bir işi vardı, gələrdi İmam Hüseyin məclisinə. Günah eləsə də gedib ağzını yaxalayardı, gələrdi İmam Hüseyin məclisinə. Bir dəfə məclisə gələndə məclisin ruhanisimi ya o məclisin o idarə eləyəni gəlir buna yaxınlaşır, deyir ki, çıx get buradan, sənin yerin deyil bura. Özü də vurub yıxan adam olub. Deyir, çıx get buradan, sən buradan emirsən, bəsdir İmam Hüseynin abrını aparırsan. Deyir, ürəyi sınır, baxır, cavab versin, deyir, olmaz İmam Hüseyin məclisini başına aşağı salır, gedir. Bu yatır, bunu qovan adam. Yatır, yuxu görür, səhər gedir Rəsul Türkün evinə. Qapısını döyür, açır, deyir, Rəsul, gəlmişəm, üzr istəyəm dünənki sözümə görə, xahiş edirəm, gəl məclisə. Deyir, nə oldu axı, dünən belə dedin, indi belə deyirsən. Deyir, soruşma məndən. Deyir, yox, deməsən gəlməyəcəm. Dinən görüm nə oldu. Deyir, Rəsul, yuxu görmüşəm. Deyir, yox, yuxunu danışmasın, gəlməyəcəm. Deyir, yuxu gördüm, Kərbəlada döyüş gedir, üzr istəyirəm deyir səndən, dönə-dönə yuxuda belə yuxu gördüm. Gördüm ki, düşmən İmam Hüseynin çadırlarına, uşaqlara hücum eləyəndə, çox-çox sizdən üzr istəyirəm, o adam da üzr istəyə danışıb, gördüm bir it hücum eləyir düşmənə. Deyir, Rəsul, üzr istəyirəm, üzü sənin üzün idi. Bu deyir, diz üstə yıxılır yerə, deyir, məni qapısına it kimi qəbul eləyib. Məni bu qədər qəbul eləyib. Deyir, indi elə ağaya söz verirəm ki, burada, da dilimə araq vurmayacam, da bu günahları eləməyəcəm. Gəlir İmam Hüseynin məclisinə, oxuyanda mənim tüküm biz yanır, nəfəsində o qədər təsir olur ki, duasını bitirməmiş qəbul olunur. Məscidin orasında namaz qılır, burasında namaz qılır, deyirlər, nə qədər namaz qılırsan, deyir, bu yer üstündə çox günahlar eləmişəm, yer günahıma şahid olmasın deyə, yerin üzərində ibadət edirəm ki, yaxşı işlərimdən də danışsın qiyamətdə. Deyir, bəzi məclislərin ünvanını Xanım Zəhradan alardı. Xanım Zəhra deyərdi, get filan məclisə. Bir də görərsən, deyir, məclisdə durub, məsələn, zikri müsibətin ortasında bir söz deyərdi, məclisin vaxtı 2 saat uzanardı, cəmaat ağlamaqdan dayanmazdı. Nəfəsində belə paçlıq vardı. Deyir, bir məclisdə oturmuşdur, ruhani cəhənnəmdən danışırdı, bu da günahkar olub. Bütün günahları gəlir gözünün qabağına, ürəyi sınır. Ruhani danışan yerdə deyir, bir dəqiq olar, ağa, bəs əvvəlfəz orada yoxdur ki, günahkarı belə eləyirlər. Sonra deyir, üzün döndərir, deyir, əvvəlfəz sən yoxsan, bu ruhani deyir ki, günahkarı sürüyə-sürüyə cəhənnəmə aparacaqlar və sən də qolların kəsilib yerdə sürünə-sürünə qalmışdın. Günahkarların əlindən tutmayacaqsan, deyir, bunu deyir cəmaatın